Salam millət. Millət, bir məsələni qeyd edeyim, nəzərdə çatdırım. Bunu unutmayasınız. Bugünkü gündə kim tərtər çəkənlərin yanında deyilsə, bütün bax Azərbaycan xalqına deyirəm, bütün etnik xalqlar, yaşayan xalqlar hamımıza deyirəm. Bax Azərbaycanda baş vermiş bu aprel hadisəsində artıq 9 il keçir. Tərtər hadisələrində zərər çəkənlərin yanında durmayıbsızsa, İstər onun blogerləri, istər onun jurnalistləri, istər onun partiya sədrləri, başda Əli İnsanov olmaqla, hər partiyasının sədri, danışırsan, gözəl çıxışlar eləyirsən. Kadroyda vermişəm YouTube, öz səhifəmdə də vermişəm, Tural Sadıqın efirində girəni. Nə qədər ki, tərtər hadisələrini dilvə gətirməyibsənsə, nə qədər ki, validə ananın yanında durmayıbsınızsa, bax, bütün Azərbaycan xalqı sizə deyirəm. Yəni, sizin bugünkü gündə İlham Əliyev hakimiyyətinə etirazda inanmıram. Hakimiyyəti saxlayan sizlərsiniz, İlham Əliyev hakimiyyətini sərkərdə deyib saxlayan sizlərsiniz. Bax, bunu deyirəm. Nə qədər ki, bu günləri gedib validə ananın yanında durmayıbsınız, tərtər zərər çəkənlərin birinin qapısını açmayıbsınız, biri ilə ən azından telefon əlaqə saxlamayıbsınızsa, deməli, İlham Əliyevin hakimiyyətində bu günə qədər möhkəmləndirilməsində və hakimiyyəti tərtər qatillərin idarə etməsində dəstəkçi birbaşa sizsiniz. Yəni, bunu özünü aldatmın. Bax, mən sizə deyirəm.